Bugünkü gündə biz gəlmişik Ələt qəsəbəsinə. Bizə sosial şəbəkə üzərindən bir bacımız müraciət elədi. Övladının acınacaqlı bir xəstə olduğunu bildirdi. Və gördüyünüz bu mənzilə gəlmişik. Ya Allah. Gəl qardaşım, sən də içəri. Bismillah. Salam aleykum. Salam. Demək belə. Gəl qardaşım, bax. Gördüyünüz bu gözəl balamız xəstədir. Xahiş edirik sizdən xalq olaraq, millət olaraq bu balamıza kömək olaq, dəstək olaq. Biganə yanaşmayan məsələyə bu bacımıza da söz verək. Bacı, övladınız haqqında məlumat verin. Oğlum anadan gəlmə xəstədir, yerəmir, danışmır. Gözlərində Xəstənin adı nədir? sevral iflicdir. Yerəmir, danışmır. Gəlin bir xalq olaraq, millət olaraq bu bacıya dəstək olaq. Bunlar da, bu gözəl balalar da o körpə balamızın qardaşlarıdır. Gəlin biganə yanaşmayan məsələ, dəyərli xalqımız, dəyərli millətimiz. Bugünkü gündə sizlər üçün canlı açacaq. Bu körpə balamıza dəstəyinizi gözləyirik inşallah. İnşallah Allahın köməyi. Allah razı olsun hər İnşallah birinizdən. ki, bütün qardaş bacılarımdan köməkli istəyirəm. Yəni özüm bacara bilmirəm. Pensiyasında dayandırıblar deyə dərmanlarına heç bir şeyini çatdıra bilmirəm vallah. Hər ay Allahın izni ilə kömək eləyəcəklər bacı. Xalqımız İnşallah. biganə yanaşmaz Allahın məsələyə. köməkliyi. Gözəl balalardır, maşallah olsun. Allah sizə də yar yardımcısınız olsun.